Blok imtahan nəticələri çıxandan sonra məndən ən çox soruşulan sual budur ki, Hüseyn bizə fizika, kimya, biologiya müəllimi məsləhətləri ver, hansı ki münasib qiymətə dərs keçsin və onlayn olsun. Bu videoyu məhz abituriyentlər izləsin. Bu videoda sizə 2 müəllim haqqında danışacağam. Bunlardan biri Əminə müəllimədir. Əminə müəllimə kimya, biologiya müəllimidir. Kimya fən proqramının müəllifidir və 7 illik təcrübəsi var. Digər müəllimə Fatimə müəllimədir. Fizika müəllimidir. 3 illik təcrübəsi var və hər iki müəllimənin dərs keçmə sistemi eynidir və müəllimələr haqqında səhifəmdə bir dəfə video çəkmişdim. Dərslər həftədə 3 dəfə 2 saat olmaqla keçirilir və hər həftə sonu quizlər və qəbul tipli imtahanlar keçirilir. Fənləri heç bir vəsaitdən oxumağa ehtiyac qalmır. Müəllimlər tərəfindən yazılmış, anlaşıqlı, aydın PDF-lər vasitəsilə uşaqlar dərsləri öyrənirlər. Dərs zamanı hər bir abituriyentə fərdi yanaşılır və hər hansı mövzuda problemi olan abituriyentə həftə içi fərdi konsultasiyalar keçirilir. Və ən önəmli onu demək istəyirəm ki, ilk bir həftə dərslər ödənişsizdir. Zaten mən məsləhət verirəmsə, əgər ehtiyac qalmaz, o heç, amma yenə də dərslərə qoşduğu bir həftə sınaq edə bilərsiniz. Amma bir bəd xəbər verim ki, 11-ci siniflər üçün demək olar bütün qruplar doludur, amma 8, 9, 10-cu sinif şagirdləri qeydiyyatdan keçə bilərlər. Yəni bir video ilə artıq sizə 3 fən üçün hansı müəllimlərlə hazırlaşmaq lazımdır sualının cavabını verdim. Ətraflı məlumat üçün mənə yaza bilərsiniz. Müəllimlərin yönləndirmək üçün mən sizə kömək edə bilərəm. 050 720 92 32 mənim şəxsi nömrəmdir. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.